hörmətli tamaşaçılar, Elm TV efirində sizləri xoş gördük. Bugünkü verilişimizin qonağı AMEA Tarix və Etnologiya İnstitutunun baş elm işçisi, tarix elmləri doktoru Güntəkin Nəcəflidir. Güntəkin xanım, xoş gəlmisiniz efirimizə. Təşəkkür edirəm Anar bəy. Həm bu layihə üçün xüsusi təşəkkür edirəm. AMEA rəhbərliyinə də çox mühüm bir layihədir. Tarixdən məlumdur ki, ümumiyyətlə bu regionda, Cənubi Qafqazda ümumiyyətlə ermənilər heç vaxt olmayıb, amma bu gün özlərini elə təqdim edirlər ki, sanki buranın aborigen xalqıdırlar. Sizin də mövzunuz, doktorluq dissertasiyanız bu mövzu ilə bağlıdır. Burada Ermənistan dövlətinin yaranmasına bağlıdır. Sualım bundan ibarətdir. Erməni dövləti yaratmaq ideyası həqiqətən ermənilərin arzusu idi, yoxsa Çar Rusiyasının geosiyasi layihəsi idi? Demək ki, Azərbaycan torpaqlarında əsasən bütöv tarixi Azərbaycan nəzərdə tutulur və həm də Şərqi Anadolunu da unutmamaq lazımdır. Bu torpaqlarda ermənilərə dövlət yaratmaq ideyası ilk olaraq erməni kilsəsi tərəfindən demək ortaya atılmış bir məsələdir. 17-ci əsrin sonlarından başlayır, hansı ki, ermənilər öz ərazisində yaşadıkları dövlətlər zəifləyən kimi həmin dövlətləri arxadan vurmaq, parçalamaq, onun içərisində özlərinə dövlət yaratmaq ideyası irəli sürmüşlər. Bunun üçün də özlərinin həm demək sosial bazası olmadığı üçün, kifayət qədər sayları az olduğu üçün yaşadığı regionlarda və əsasən Qərbi Avropadan öncən, daha sonra isə Çar Rusiyasından kömək istəmişlər. Yəni bu ideyalar bu cür yol açmışdı. İlk dəfə kilsədə hazırlanmış və tədricən genişlənərək daha geniş belə deyim miqyaslara yol aça bilmişdi. Güntəkin xanım, ümumiyyətlə Rusiyanın Cənubi Qafqaz siyasətində erməni amili ümumiyyətlə nə dərəcədə əhəmiyyət daşıyırdı? Onu qeyd edeyim ki, demək ki, ümumiyyətlə erməni məsələsi götürsək, sonralar biz bilirik ki, 19-cu əsrdə bu ümumiyyətlə Berlin Konqresindən sonra 19-un ikinci yarısında belə deyim ki, dünyəvi məsələyə çevrildi, Avropanın məsələsinə gündəminə gətirildi. Lakin erməni məsələsi ümumiyyətlə Çar Rusiyasının Cənubi Qafqaz siyasətində Cənubi Qafqazı işğal etmək, bunu əlində saxlamaq üçün bir vasitə olmuşdu. Yəni bunu qeyd edeyim və yaxud onun şərq siyasətində Osmanlı dövlətinə qarşı siyasətində mühüm bir vasitədir. Belə baxmaq lazımdır. Çünki ermənilərin Azərbaycan torpaqlarında özlərinə dövlət yaratmaq ideyası hər zaman Çar Rusiyasının Cənubi Qafqaz siyasətinin deməyim işğalçı prizmasından kənarda baxılması qeyri-mümkündür. Bu siyasətlə hər zaman uzlaşmışdır. Yəni belə çıxır ki, ümumiyyətlə bu problemin kökü məntiqən 18-19-cu əsrlərdən o tərəfə keçmir. Xeyr, qeyd elədiyim kimi ilk dəfə 1667-ci ildə məhz kilsədə başlamışdı. Üç kilsə katolikosları tərəfindən Avropaya nümayəndələr göndərməklə başlamışdı. Lakin Avropa Osmanlı dövləti ilə əlverişli müqavilələrini nəzərə alaraq baş qoşmamışdı erməni liderlərinə, kilsə xadimlərinin göndərdiyi nümayəndələrə və onları yönəltmişdi daha çox isti dənizlərə çıxmaq arzusunda olan Rusiyaya. Rusiyada da artıq Pyotr hakimiyyətə gələndən sonra Pyotrun dövründə bu məsələ gündəmə gəlmişdi. Hətta belə deyim ki, onun siyasi məqsədlərindən birinə çevrilmişdi ki, ermənilərdən istifadə etməklə Cənubi Qafqazı işğal etmək, bu işğalda onlardan yararlanmaq və beləliklə ilk dəfə qeyd edeyim ki, Çar Rusiyasının siyasətində bu reallaşmağa başlamışdı, gündəmə gəlmişdi. Pyotr dövründə başlasa da bu siyasət Pyotrun ölümü ilə 1725-ci ildə yarımçıq qalmışdı. Sonralar 1-ci Yelizaveta dönəmində 1742-62 illərdə az miqdarda belə gündəmə gəlsə də, əsasən 2-ci Yekaterinanın zamanında 18-ci əsrin ikinci yarısı 1762-96-cı illərdə özünün demək olar ki, zirvəsinə çatmışdı. Pik xəttinə çatmışdı. Çünki həmin dövrdə kifayət qədər biz hərbi planların, Rusiya tərəfindən hazırlanan hərbi planların meydana gəldiyini görürük. Yəni, əgər Yekaterina sağ qalsaydı, bəlkə də həmin dövrdə daha çox işlər görüləcəkdi ermənilər üçün. Lakin Yekaterinanın ölümü 1796-cı ilin noyabrında bu siyasəti həmin dövrdə yarımçıq saxladı. Bəs tarix sənədlər nə deyir? Ümumiyyətlə Rusiya ermənilərdən istifadə edirdi, yoxsa ermənilər Rusiyadan istifadə edirdi? Yəni bunlar qarşılıqlıdır. Əslinə qalsa nəyə görə? Çünki ideyanı verən ermənilər tərəfindəndir. Ermənilər deyəndə erməni varlıları, erməni kilsə xadimləri tərəfindən idi bunlar. Erməni liderləri kifayət qədər Rusiyaya əvvəl dediyim kimi Avropaya müraciət etsələr də bir yenilik əldə olunmamışdı. Rusiyaya müraciət edirdilər və bu məktublar saxtalaşdırılırdı. Çünki burada yaşayan əhalinin əsasən də
demək olar ki, qədim Alban dövlətçiliyinin davamı olan Qarabağın Alban əhalisinin tarixi manipulyasiya edilir, saxtalaşdırılır, özünküləşdirilir və onları da erməni kimi demək ki, Rusiya dövlətinə erməni kimi təqdim edirdilər. Bu məktublarda bunları kifayət qədər izləmək olur. Məsələn, mən Rusiya imperiyasının müxtəlif arxivlərində hazırda, yəni Rusiya Federasiyasına məxsus müxtəlif arxivlərdə çalışmışam. Moskva şəhərində yerləşən Xarici Siyasət Arxivi, Qədim Aktlar Arxivi, Hərbi Tarix Arxivi, bu arxivlərdə saxlanılan sənədlərin erməni dilində olan variantları ilə tanış olmuşam. Bu məktubların erməni dilində olan variantlarında həmin məliklər özlərini Alban adlandırır, Alban Arşaki adlandırır. Lakin məktubların bəziləri heç tərcümə olunmayıb, olduğu kimi arxivdə saxlanılır. Bəziləri isə demək ki, bəzi erməni müəllifləri tərəfindən sənəd toplusu şəklində rus dilinə tərcümə olunmuşdu. Bu məktubların tərcümələrinə baxdıqda həmin Alban, demək ki, Arşaki terminləri hamısı erməni sözü ilə əvəz edilmişdi, çox saxtalaşdırılmışdı. Yəni, həm 1-ci Pyotra göndərilən məktublar saxtalaşdırılıb, həm 2-ci Yekaterinaya göndərilən məktublar saxtalaşdırılıb. Bunlar, yəni kifayət qədər bunlarla biz rastlaşa bilirik. Alban irsinin erməniləşdirilməsi, bəli, bu həmişə eşitdiyimiz bir faktdır. Bəs bu hansı üsullarla həyata keçirilirdi? Bu sənədlərin saxtalaşdırılması yolu ilə. Məsələn, 1898-ci ildə Ezov adlı, Gerasim Ezov adlı bir erməni müəllifinin Böyük Pyotrla əlaqələr adlı sənəd toplusu demək çap olunmuşdu, iri həcmli. Ora 305 sənəd daxil edilmişdi və özünün də 147 səhifəlik ön sözü var. Yəni o bir tədqiqatçı kimi. Həmin ön sözdə demək ki, Gerasim Ezov sənədləri başdan başa saxtalaşdırır. Halbuki həmin sənədlər Rusiya arxivlərində də saxlanılır. Hətta Münhen arxivlərindən də, Alman arxivlərindən də orada sənədlər var ki, sənədlərin bəziləri latın dilindədir. O dövrün Avropanın aparıcı dili idi. Demək, latın dilində olan sənədlərə baxırıq, orada göstərilir ki, buradakı yerli demək xristianlar, demək 1703-cü ildə Pyotra müraciəti var. Yerli demək xristianların. Xristianlar göstərir ki, burada Gürcülər və ermənilərdən ibarət əhali yaşayır və onlarla əgər deyir İrəvan tutulsa, İrəvan qalası tutulsa, Gürcülər və ermənilər də birləşəcəkdir Rus qoşunlarına. Sizə kömək eləyəcək. Yəni Pyotru şirinləşdirmək üçün olan bir təklifdir. Lakin sənədin demək ki, latın dili variantında bu cürdür. Rus dilinə tərcümə olunmuş variantına baxırıq. Gerasim Ezov tərəfindən sənəd toplusunun içərisinə qoyulmuşdu. Həmin sənəd tərcümə olunur Gürcülər və Ermənistan əhalisi. Fikir verin, burada yenə də dövlətdən söhbət gedir, olmayan bir dövlətdən, yəni Armeniya adlandırılan bir dövlət qurumundan istifadə eləyirlər və yaxud da kifayət qədərdir. Yəni bu sənədlərin saxtalaşdırılması, tutaq ki, Alban Katolikоsu Nerses tərəfindən 1-ci Pyotra məktub ünvanlanıbdır. O da kömək məqsədi ilə, yəni xristian olduğu üçün. Nerses orada Şirvan və Qarabağın demək ki, xristian məlikləri adından müraciət eləyir, Alban xristian məlikləri adından. Lakin məktubun rus dilinə Barsikov tərəfindən tərcüməsində gedir Şirvan və Qarabağın erməni əhalisi adından. Onların Katolikosu Nerses. Halbuki Nerses orada Alban Katolikosu olduğunu yazır. Yəni sənədlər kifayət qədər saxtalaşdırılmışdı, əsasda Alban məsələsi ilə bağlı. 1724-cü ildə Alban məliklərinin ləzgi hücumlarından qorunması haqqında Pyotra, xristian olduqları üçün, yəni Pyotrdan kömək istəyirlər. Müraciəti var və orada yazır ki, biz deyir Albanıq, etnik cəhətdən utiyik, utilərik. Bunu isə tərcümə olunanda həmin o biz Albanıq, etnik cəhətdən utiyik, bu sənəd tamamilə tərcümə olunmayıb, erməni dilində saxlanılır. Yəni tərcüməsi verilmir. Yəni başa düşürlər ki, bunu erməni dilində heç kim oxumayacaq. 2-ci Yekaterinaya ünvanlanan sənəddə isə deyir ki, biz Albanıq, Arşaki nəslindənik, qədim Arşakiləri, onu isə verir erməni rəisləri nəslindənik, məktubun tərcüməsində. Yəni bunlar kifayət qədərdir. Amma həmin dövrün təkcə erməni dilli sənədləri deyil, fars dilli sənədləri də çox köməyimizə gəlir. Çünki fars dilli sənədləri bir erməni demək ki, şəxsşünası var, Kristina Kastikyan. Onun tərcüməsində necə ki, Papazyanın vaxtı ilə Səfəvi dövrü sənədləri var, alqı-satqı sənədləridir bunlar bildiyimiz kimi. Üç kilsənin alqı-satqı sənədləridir. Bu sənədlərin davamını Kristina Kastikyan tərcümə eləyib. İngilis dilinə, fars dilindən İngilis və erməni dilinə tərcümə edibdir. Yəni bu sənədlər rus dilində deyil. Burada isə demək ki, istər son Səfəvi hökmdarlarının olsun, o cümlədən Şah Sultan Hüseynin, 2-ci Təhmasibin və Nadir xanın, həmçinin Nadir Şahın
dövründə tərtib olunan sənədlərdir. Sənədlərin heç bir yerində, yəni onların şahın fərman və buyruqları var. Əhalidən vergi yığılması haqqında, orduya çağırılma haqqında, o cümlədən Qarabağın məlikləri ilə bağlı var və o məliklərin neçə evdən ibarət olması, nə qədər əhali yaşaması, məliklərə müraciətdə məliklərin adı ilə müraciət olunur. Məliklərin əksəriyyətinin adı müsəlman adıdır. Pir Hüseyin gedir, bildiyinizdən Yeğanın nəsli var. Bunların hamısına öz adı ilə müraciət olunur. Yəni bunu əgər Kristina Kastikyan sənədləri manipulyasiya eləsəydi, hökmən ora nə yazmalı idi? Erməni Pir Hüseyin yazmalı idi, amma eləməyib. Çünki sənədləri arxada təqdim etdiyi üçün sənədləri saxtalaşdıra bilməyibdi. Yəni onlar hardasa 2008-ci ilin tədqiqatlarıdır. Amma tutaq ki, həmin sənədləri haqqında danışan digər erməni tarixçisi var, Barsekov var, müasir dövr tarixçilərindən danışıram. Vaxtilə Sovet dövrü Yannesyan tərəfindən də çox manipulyasiya olunubdur. Bu sənədlər haqqında danışanda hökmən ora bir erməni sözü qoyur. Halbuki sənəddə heç birində erməni sözü yoxdur. Yəni dövrün həm fars dilli sənədləri, həm rus dilli arxiv sənədləri və Rusiyada saxlanılan erməni dilli sənədlər, o cümlədən ermənilərin özünün, məsələn, Cambır adlı İrəvan xanlığının vəziri olmuş, İrəvan xanlığının dövründə demək ki, kilsənin Semyon İrəvanlı, üç kilsənin demək katolikosu olmuş. Onun Cambır adlı əsəri var. Əsərin rus dilinə tərcüməsi də mövcuddur. Təbii ki, Sovet dövründə çıxan erməni dilində olan variantı da mövcuddur və müasir dövrdə də erməni dilində olan variantı internet səhifələrində yerləşdirilir. Lakin mən onun Sovet dövrü olan erməni dilində olan variantının çap variantını əldə etmişəm. Demək ki, onun erməni dilində olan variantına baxdıqda rus dilində və yaxud müasir erməni dilində olan variantı ilə nə qədər fərqi olduğunu görürük. Burada tutaq ki, Semyon İrəvanlı üç kilsə katolikosu idi və İrəvan xanlığında tutaq ki, baş verən hadisələr, bölgələrin adı, yerlərin adı hamısı Azərbaycan türkçəsində olduğu kimi erməni əlifbası ilə verilir. Lakin bu əsərlər rus dilinə tərcümədə tamamilə tərcümə olunur, dəyişdirilir və orada yenə deyim ki, Qarabağın, Zəngəzurun məlikləri, Alban məliklərinin adları olduğu kimi verilir. Yəni bu adlar baxırıq ki, hamısı ermənidən çox, xüsusilə qədim Alban adını daşıyıcılardır və müsəlman türk adları da burada kifayət qədərdir. Özünüzə qüvvət Talış kəndinin Talış əsasını qoyan Məlik Usuf. Bəli, Məlik Yusifdir. Usuf da gedir, Yusif də gedir. Bilirik ki, bu Yusif adından, Yozersif adından gəlir. Və yaxud Yesayi, Həsən Cəlal, həmin Yesayi də İsa sözünün təhrif olunmuş formasında bildiyimiz kimi, həm İsa deyilir Həsənə, həm də Həsən deyilir, iki adı ilə təqdim olunur. Yəni, bu adları kifayət qədər onlar özününküləşdirə bilirlər, yəni adları dəyişə bilirlər. Sonra qeyd edeyim ki, Alban türkləri ifadəsi var, yəni erməni dilində olan məktub. Alban türkləri ifadəsini müsəlman türkləri tərcümə eləyiblər. Yəni Alban sözünü oradan çıxarıblar. Hər zaman o Alban məsələsini örtbasdır etməyə və onları erməniləşdirməyə daha çox cəhd olunur. Güntəcan xanım, bunda bu nəticəyə gəlmək olar ki, birmənalı şəkildə Qarabağ erməniləri, yəni onların əksər hissəsi, indi sonradan məsələn Suriyadan, Türkiyədən, Livandan gələnləri qatmırıq. Onların əksəriyyəti Azərbaycan kökənlidir, türk əsilli. Qədim, bəli, Alban, yəni türk. Bunların haylarla bir əlaqəsi yoxdur. Xeyr, onlar sonradan tədricən demək olar ki, erməniləşdirilməyə başlayıb. Məktublar erməni dilində yazılırdı, amma məktublarda kifayət qədər türk sözləri var. Yəni bunu da qeyd eləmək yerinə düşər ki, məktubların erməni variantını oxuyursan, elə bilirsən ki, türkcə yazılıb. Kifayət qədər erməni əlifbası ilə türk sözləri işlədirdilər. Yəni bunların dilinin də sonradan erməniləşdiyini görürük. Çünki din dəyişdikcə, Qriqoryanlıq dəyişdikcə və 1836-cı ildə bilirik ki, Alban katolikosluğu ləğv olundu. Demək ki, həmin dövrdə artıq Nikolay tərəfindən onun sərəncamı ilə ləğv olunmuşdu və Alban katolikosluğu birləşdirildi üç kilsəyə. Yəni İrəvanın 18 kilometrliyində yerləşir. Onu da müəzzin etsələr də bu da bilirik ki, üç və müəzzin sözlərindəndir. Üç Azərbaycan türkçəsində say, müəzzin isə ərəbcə əzan verən deməkdir. Yəni bu sözün də heç bir ermənicə izahı yoxdur. Nə qədər çalışsalar da izah eləməyə. Müəzzin sözü, yəni qondarma bir sözdür. Üç müəzzin sözünün təhrif olunmuş formasıdır. Yəni onu qeyd eləmək lazımdır ki,
digər bir tərəfdən də baxmaq lazımdır, digər prizmadan. Buradakı Alban xristianlarının olması var idi ki, Çar Rusiyasının planlarında burada Xəzər sahili vilayətlərdə keçmiş Albaniya quberniyasını bərpa etmək, Qarabağda Alban xristian dövləti qurmaq, yaratmaq məsələsi qoyulurdu gündəmə və 2-ci Yekaterina dövründə bayaq qeyd elədim ki, bu fəaliyyət daha da genişlənmişdi. Yekaterinanın göstərişi ilə onun sevimlisinin, yəni Aleksandr Potyomkinin yaxın qohumu Sergey Potyomkin Cənubi Qafqaz üzrə rəis təyin edilir və Gürcüstan ərazisində otururdu, Georgiyevski şəhərində və onun vasitəsilə buradakı Alban xristianlarına tez-tez müraciət olunur, onlardan kömək istənilirdi və onları ələ almaq. Çünki burada dediyim kimi ermənilərin sayı az olduğu üçün digər xristianları ələ almaq lazım idi. Məsələn, Potyomkinin, yəni Pavel Potyomkinin Knyaz Potyomkinə göndərdiyi məktub var. Həmin məktubda göstərilir ki, mən deyir, məliklərin hər birinə bir qızıl saat göndərdim. Bunun üçün deyir, 386 rubl xərclədim. Həmin dövrdə də bu böyük bir pul idi. Aparana isə deyir, 100 rubl verdim onu çatdırmaq üçün, yəni Gürcüstandan göndərir. Və həmin dövrdə nəzərə alsaq ki, bir put buğda, bir put 16 kiloqramdır. Bir put buğdanın qiyməti 86 qəpik idi. İndi görün 386 rubl nə qədər hər birinə, demək ki, bu qədər yəni saat göndərir, qızıl saat göndərir və onları ələ almaq üçün bəzən də ala bilir. Məsələn, məliklərdən bəziləri dönüşlə çıxırlar. İbrahim Xəlil xanın dövründə onların separatçı hərəkətlərini də biz görə bilirik. Hamısının yox, bəzilərinin və onları İbrahim Xəlil xan ram eləyə bilir, yerinə qoya bilirdi. Yəni 18-ci əsrdə bu baş tutmadı, amma 19-cu əsrdə tamamilə vəziyyət dəyişdi. Artıq Pavel hakimiyyətdən gedən kimi Aleksandr hakimiyyətə gəldi. Bilirik ki, Pavel anasının siyasətini davam etdirmək istəmirdi, 1-ci Yekaterinanın. Lakin Aleksandr hakimiyyətə gələn kimi 1801-25-ci illərdə onun hakimiyyəti və ardınca Nikolayın dövründə bilirik ki, 1825-55-ci illər Cənubi Qafqazın işğalı həmin dövrdə başa çatıb. O cümlədən iki mühüm müqavilə, Türkmənçay və Ədirnə müqavilələri və həmin dövrdə ermənilərin köçürülməsi Azərbaycan torpaqlarına. Həmin dövrün sənədləri də kifayət qədər saxtalaşdırılır. Necə saxtalaşdırılır? Yəni bu Şərqi Ermənistan, Azərbaycanın bütün qərb torpaqları, indi Qərbi Azərbaycan adlandırdığımız mühüm bir ərazi bölgə, o cümlədən Naxçıvan da o bölgəyə daxildir. Zəngəzur, Naxçıvan, İrəvan torpaqları Şərqi Ermənistan adlandırılır. Halbuki belə bir termin 19-cu əsrdə meydana gəldi, ikinci yarısı. Bu termin tamamilə mənbələrdə yoxdur. Belə bir termin sonradan uydurmadır. Çünki biz baxırıq Türkmənçay müqaviləsinin demək ki, bütün müqavilənin bəndlərini oxuyanda biz görürük ki, ən sonuncu işğal olunan xanlıqlarımız İrəvan və Naxçıvan xanlıqlarıdır 27-ci il və Nikolayın fərmanında göstərilir ki, İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilsin. Və belə bir gedir. Orada Şərqi Ermənistan söhbəti yoxdur, heç bir rus dilli mənbədə belə bir söhbət yoxdur, yazı yoxdur, fakt yoxdur və bunu ermənilər Şərqi Ermənistanın Rusiya birləşdirilməsi kimi verirlər. Və yaxud da ermənilərin köçürülməsi zamanı, bu da çox mühüm bir məsələdir. Çünki burada qeyd etdiyim kimi yerli xristian əhali çox cüzi miqdarda olduğu üçün Çar Rusiyası məqsədli şəkildə erməniləri kütləvi şəkildə işğal etdiyi ərazilərə, əsasən də İrəvan, Naxçıvan və Qarabağ torpaqlarına köçürdü. Müəyyən miqdarlarda Gürcüstanda Azərbaycanlılar yaşayan ərazilərə köçürdü. İstər Türkmənçay müqaviləsinin 1829-cu il 15-ci maddəsi, istər Osmanlı ilə imzalanmış Ədirnə müqaviləsinin 1829-cu il, üzr istəyirəm, Türkmənçay 28, Ədirnə 29, 13-cü maddəsi. Hər ikisində göstərilir ki, həmin ərazidə yaşayan ermənilər bundan sonra Rusiyanın təbəliyində olan, təbəsi olacaq və Rusiyanın ərazilərinə köçürüləcək. Təbii ki, həmin ərazilər Azərbaycanın, keçmiş Azərbaycan xanlıqlarının ərazisi idi və burada da məqsəd nə idi? Məqsəd burada xristian əhalinin sayını artırmaq, özünə porfors bir zolaq yaratmaq, belə deyim, tampon bölgə yaratmaq ki, istədiyi zaman həmin bölgədən Osmanlı İmperiyasına və Qacarlar dövlətinə qarşı istifadə eləsin. Bugün dünya tarixçilərini manipulyasiya etməyə çalışırlar erməni siyasətçiləri, lobby, diasporu ki, yəni bu torpaqlarda biz elə əvvəldən var idik, çoxluq təşkil eləyirdik. Elə bax, məntiq onu deyir sizin dediklərinizdən ki, əgər
Çox edilərsə Rusiya imperiyası niyə köçürürdü? Bəli, bəli. Yəni az olublar və yaxud heç olmayıblar ki, köçürülməyə ehtiyac Çox cüzi miqdarda üç kilsə Hətta ətrafı. Qriboyedovun da böyle olub. Mən qeyd edeyim ki, ermənilər burada harda yaşayırlar? İrəvan xanlığı ərazisində üç kilsə ətrafında. Bunlar isə vaxtilə demək ki, hansı ki Azərbaycan torpaqlarına Cahanşahı dövründə 1441-ci ildə üç kilsəyə demək Sis şəhərindən köçmüşdü erməni kilsəsi, Kilikiyanın Sis şəhərindən. Bundan sonra Azərbaycan belə deyim də hakimlərindən, əmirlərindən torpaqlar almağa başladı kilsə. Müxtəlif yolla. Avropa kilsəni hər zaman dəstəkləyibdi, onlara külli miqdarda pul veribdi. Çünki xristianlardan belə deyim ki, şərq müsəlman dövlətlərinə qarşı istifadə eləməyə çalışırdı Avropa. O cümlədən Osmanlı, əvvəl Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilərə qarşı buna görə kilsəni maliyyələşdirirdi. Kilsə isə bu maliyyədən istifadə edib Azərbaycan torpaqlarını satın alırdı. Biz hətta onun bir cədvəlini çıxartmışdıq. Hansı torpaqlarımız, hansı kəndlərimiz nə vaxt satılıb üç kilsəyə və hansı miqdarda satılıb. Hətta onun verildiyi pul da bəlli idi. Neçə dinara, neçə min dinara satılıbdı. Yəni bu bəllidir. Tarixdə bu sübut olunur ki, sən bu torpağı məndən almısan, filan vaxt almısan. Bu isə özün üç kilsənin sənədlərində bunu Cambırda da izləmək olur. Başqa erməni mənbələrində biz bunu izləyə bilirik. Yəni bunlar var. Sən bunları necə dana bilərsən? Axı sən bunları almısan. Yəni kilsə bunu alıb və tədricən Səfəvi Osmanlı müharibələri zamanı ermənilərin bura yerləşdirilmələri var mərhələli şəkildə. O az miqdarda əhali nə zaman yerləşib bizə? Səfəvi Osmanlı müharibələri zamanı yerləşdirilibdir. Çünki Səfəvi Osmanlı müharibələrinin çox acı nəticələrindən biridir ki, bu yerli əhali şiə olduğu üçün həmin bölgələrin də əhalisi bildiyimiz kimi şiə əhalisi idi. Sünni şiə məsələsinə görə qəbul etmirdilər Osmanlı hakimiyyətini. Çünki biz bilirik ki, müvəqqəti də olsa dəfələrlə həmin bölgələr Osmanlı idarəçiliyinə keçibdi və həmin icmal dəftərləri də o zaman qurulub. O da çox mühüm bir mənbədir bizim üçün. Və həmin dövrdə elə özləri etiraf edir, Osmanlı mənbələrində də var ki, əhali qoyub gedirdi torpağın, əhali ki, istəmirdi Osmanlıya xidmət eləsin və Osmanlı tərəfi onunla gələn xristianlara, o cümlədən ermənilərə, bir də Dəzlə tərəfindən köçürülən kürdlərin həmin dövrdə gəlməsi var İrəvan xanlığı ərazisinə. Bunlara torpaq verib o kəndlərə yerləşdirirdi. Yəni ilk mərhələ belə başlamışdı, az miqdarda. Digər mərhələ 1-ci Pyotrun dövründə başlamışdı. Bildiyimiz kimi Xəzər sahili vilayətləri ələ keçirərkən burada demək sünni məzhəb, indi Pyotr isə əksinə sünni məzhəbli əhalini köçürmək. Çünki onlar deyir Osmanlı etiqadlı ola bilər, onlarla dost ola bilər. Yerinə erməniləri bura yerləşdirmək və müəyyən miqdarda Pyotr onu elədi həmin dövrdə. Quba, Şirvan zonasına müəyyən işlər gördü həmin dövrdə. Görürsünüz, bunlar mərhələli şəkildə olubdu və gəlirik biz 1784-cü ildə Potyomkinə erməni katolikosu Argutinskinin bir məktubu var. Erməni dilindədir məktub. Məktubda Potyomkinə təşəkkür edir ki, sən bizi İrəvan ətrafına xeyli erməni köçürmüsən. Amma bilmirik Potyomkin bunu hardan köçürübdür. Fikir verin, bu cüzi miqdarda köçürmələr hər zaman olub. Amma kütləvi şəkildə köçürmələr təbii ki, Azərbaycan xanlıqlarının işğalından sonra baş verdi. Bu isə bildiyimiz kimi Ədirnə, Türkmənçay və Ədirnə müqavilələrinin şərtləri ilə həyata keçirildi. Ermənilər, yerli sadə ermənilər də belə erməni kəndlisi, əhalisi köçmək istəmirdi. Öz mülkünü qoyub getmək istəmirdi, evi var idi, şəraiti var idi. Nə Osmanlı ərazisindən, nə də Qacarlar İranı ərazisindən. Çar Rusiyası zabitləri, əsasında Çar Rusiyası bu köçürmələrə rəhbərlik eləmək üçün erməni zabitlərindən istifadə elədi xüsusi. Həmin o Lazaryanlar var idi, Sankt-Peterburqda xüsusi imtiyaz qazanmışdılar. Sonra Şərq İnstitutu orada açılmışdı, onlar açmışdılar. Nadirdən oğurlanan almazın hesabına. O Lazaryanların kiçik qardaşları, demək Qazaros Lazaryanı cəlb elədi və onun erməni dilində müraciəti var, demək ki, əhaliyə, xristian əhaliyə, Səlmasda, Xoyda, Təbrizdə. Yəni deyir ki, tez olun, nə qədər ki biz buradayıq, vaxt qiymətlidir. Siz deyir, orada yeni vətən əldə edəcəksiniz. Əgər ermənilərin burada vətəni var idisə, Qazaros Lazaryan niyə deyirdi yeni vətənə? Çünki onların heç zaman vətəni olmayıbdı. Və yeni vətən əldə etmək niyyəti də buradan irəli gəlirdi. Onların bir abidəsi də var idi, sonra sökdülər 150 illik köçürülməsini. Marağadan gələnlərin bəli, 1978-ci ildə qoyulmuşdu. Hətta Marquşevan adlandırırlar Marağanı və sonra onu 88-ci il hadisələri başlananda sökdülər. Təbii ki, o abidənin şəkli də bizdə var. Üstdə Marağa 150 yazılıb ermənicə, o da var. Çünki Hacı bir sual da verim. Bu dedikləriniz, məsələn, təbii ki, ermənilərin bura köçürülməsi, ermənilərin burada aborigeni olmaması,
Bu barədə əcnəbi tarixçilər nə deyir? Yəni onların yekdil fikri varmı? Məsələn, Rus tarixçilərin, Avropa tarixçilərinin onların manipulyasiyalarını necə qiymətləndirirlər? Bir dəfə çıxışlarımın birində də demişdim ki, əgər Çar Rusiyası Osmanlı imperiyasına qalib gəlsəydi vaxtilə, yəni daha çox onlar arasında bilirik ki, müharibələr gedibdi, tarixdə heç zaman erməni dövləti yaranmayacaqdı. Bu bir məsələ. Digər məsələ, Avropa dövlətləri, Avropa tarixçiləri məhz ermənilərin onların beyninə yeritdiklərindən istifadə edirlər. Ən dəhşətlisi odur ki, bu erməni saxtakarlığı, uydurma özlərinə tarix yaratmaqları, hətta o Velika Armeniya məsələsi tamamilə uydurma bir məsələdir. Coğrafi bir termindən söhbət gedir. Bunlardan istifadə edirlər. Yəni biz onlara həqiqi tarix onların əlində yoxdur, belə deyək ki, onlar istifadə etmək istəmirlər. Çünki erməni məsələsi təkcə Çar Rusiyasının deyil, bütün güc dövlətlərinin əlində, belə deyim, şərq dövlətlərinə qarşı bir maşa rolunu oynayıbdır. Hər zaman istifadə eləmək istəyiblər, işğalçılıq siyasəti yeritmək üçün xristianları müdafiə bəhanəsi adı altında, hətta Kihamyans adlı erməni keşişi var. 1917-ci ildə onun kitabı Açıq Söz mətbəəsində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Azərbaycancaya tərcümə də olunub. Əlyazma şəklində Əlyazmalar İnstitutunda var. Demək, onlar hər zaman o da itiraf eləyir ki, Şərqin müsəlman dövlətlərinə qarşı Avropa istifadə eləyib. Əslində, indi tarixçilərdən siz dediniz, güc mərkəzləri istifadə etməyə çalışıb. Tarixçilər isə ermənilərin yazdıqlarını bir növ təkrar etmək edirlər. İndi son dövrlərdə, məsələn, bəzi Avropa tarixçiləri var ki, artıq bu saxtakarlıqları görə bilirlər. Tarixin, belə deyim, ilkin mənbələrə baxa bilirlər ki, bu faktlar nə qədər saxtalaşdırılıb. Vəziyyət yəni hazırda bu cürdür. Amma əksər tarixçilər ermənilərin dediklərini bir növ təkrar edirlər. Güntəkin xanım, son sual verim. Sizcə Cənubi Qafqazın gələcəyini anlamaq üçün keçmişin hansı dərslərini unutmaq olmaz? Yəni bir tarixçi kimi sizi ən çox nə narahat edir? Bir tarixçi kimi məni çox şey narahat edir düzü. Yəni bu ermənilərin illərlə quraşdırdığı və onların iri güc mərkəzlərinin onlardan istifadə etməsi, yararlanması çox mühüm bir məsələlərdir ki, bunları biz dəfələrlə yaşadıq. İstəyir 1905-6-cı il olsun, sonra 18-ci il hadisələri, 1-ci Dünya müharibəsi dövründə Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımlar, sonra deportasiyalar, məcburi 48-53-cü il və başımıza gələnlər, ən nəhayəti isə 88-ci ildən başlanan və 30 il davam edən Qarabağın işğalı və torpaqlarımızın itirilməsi ilə, çox itirilməsi ilə yəni nəticələndi. Bütöv Azərbaycanı götürsək, bütün bunlardan biz dərs çıxartmalıyıq. Bugün biz çox qürur duyuruq. 44 günlük vətən müharibəsində biz onlara bir dərs verdik. Tək onlara deyil, dünyaya bir dərs verdik. Onların ideoloqlarına dərs verdik. İdeyalarını vurduq, dağıtdıq. Yəni onların bugün Xankəndində bizim bayrağımızın dalğalanması böyük qürur verici bir hadisədir. Amma bütün bunlardan biz belə deyim rahatlanmamalıyıq. Çünki ermənilər və onların belə deyim onlara dəstək verən iri güclərin informasiya müharibəsi hər zaman gedir, hər zaman açıqdır. Buna görə də bizim gənclərimiz, gələcək nəsillər bilməlidir ki, biz tarixdən hər zaman dərs çıxarmalıyıq, hər zaman oyaq olmalıyıq və bütün ən əsası bu faktlarımızı dünya miqyasına çıxarmağa bacarmalıyıq. Bu bugün bizim üçün, alimlər üçün son dərəcə çətindir, müxtəlif səbəblərdən çətindir. Bunu heç olmasa gələcək nəsillər eləsə daha gözəl olar. Təşəkkür edirik Güntəkin xanım, dəvətimizi qəbul edib gəldiyiniz üçün. Sağ olun. Belə, hörmətli tamaşaçılar, bugünkü verilişimiz sona çatır. Nəzərinizə çatdırım ki, verilişimizin qonağı Tarix və Etnologiya İnstitutunun baş elm işçisi Güntəkin Nəcəfli idi. Sağ olun, növbəti görüşlərədək.